Bobby, sənin taxdığın o balaca sancaq, konduktor səsləndi. Mən həyatımda qaymaq çiçəyindən başqa ona bu qədər bənzəyən bir şey görməmişdim. Elədir, Bobby bu sözləri eşidib sevindi. Mən həmişə düşünürdüm ki, bu sancaq həqiqi qaymaq çiçəyindən heç fərqlənmir. Heç ağlıma da gəlməzdi ki, o nə vaxtsa mənim ola bilər. Şəxsən mənim. Ana onu doğum günümdə hədiyyə edib. Ah, sənin doğum günün olub? Konduktor soruşdu. O elə təəccübləndi ki, sanki doğum günü hamıya nəsib olan bir hadisə deyil. Hə, olub, Bobby dedi. Bəs sənin doğum günün nə vaxtı? Uşaqlar konduktorun otağında onunla birlikdə çay içirdilər. Onlar bura öz fincanlarını və bir neçə tikə cemli piroq gətirmişdilər. Konduktor adəti üzrə pivə qabında çay dəmləmişdi. Hamı özünü çox xoşbəxt və şad hiss edirdi. Mənim doğum günüm, konduktor pivə qabından Peterin fincanına çay süzərək soruşdu. Mən doğum günlərimi qeyd etməyi siz anadan olmamışdan tərk etmişəm. Amma hər halda sənin də dünyaya gəldiyin bir tarix var. Filiz dilləndi. Hətta 20 ya 30. Ola da bilsin 60 il bundan əvvəl olmuş olsa belə. Əslində o qədər də çox deyil. Konduktor gülümsəyərək cavab verdi. Əgər siz həqiqətən də bilmək istəyirsinizsə, bu 32 il əvvəl olub. Bu ayın 15-də. Gəlin bura. Bəs onda həmin günü niyə qeyd etmirsən? Filiz soruşdu. Mənim ad günündən vacib problemlərim var. Konduktor qısaca cavab verdi. Ah, o nədir elə? Filiz maraqla soruşdu. Sir deyilsə. Xeyr, konduktor dedi. Uşaqlarım və xanımım. Bu söhbət uşaqları düşünməyə vadar etdi. Konduktor əslində onların ən əziz dostu idi. Stansiya sahibi kimi nəcib olmasa da, daha sadə, yaşlı centlmen kimi möhtəşəm olmasa da, insanlara daha yaxın idi. Heç kəsin onun doğum gününü qeyd etməməyi dəhşətdir. Bobby təəssüfləndi. Görən biz nəsə edə bilərik? Gəlin kanal körpüsünə gedib orada danışaq, Peter dedi. Bu səhər poçtalyona sevdiyi qız üçün verdiyim bir dəstə gülün əvəzinə mənə yeni qarmaq gətirdi. Onun sevdiyi qız xəstədir. Sən o qızıl gülləri ona elə-belə də verə bilərdin. Bobby qəzəbləndi. Peter narazı halda əllərini cibinə qoydu. Elə də oldu, Filiz tələsik dedi. Biz onun xəstə olduğunu eşidən kimi qızıl gülləri topladıq və darvazanın yanında gözlədik. Sən onda mətbəxdə çörək qızardırdın. Postalyon güllərə görə Peterə o qədər təşəkkür etdi ki, sonra da əvəzində Peterə qarmaq verdi. Minnətdarlıq kimi. Oh, Peter, üzr istəyirəm, Bobby dediyinə peşman oldu. Bağışla məni, fikir eləmə. Peter onu sakitləşdirdi. Bilirdim ki, sən başa düşəcəksən. Beləliklə, onlar kanal körpüsünə getdilər. Uşaqlar körpüdən balıq tutmaq fikrində idilər. Lakin qarmaqları yaxşı deyildi. Eybi yox, Bobby dedi. Gəlin burada durub ətrafa baxaq. Mənzərə çox gözəldir. Günəş, boz və yaşıl təpələrin arxasında gizləndikcə, üfüq qırmızı rəngə boyanırdı. Sakit axan kanalın suyu qürubda bərq vururdu və ləpələr suyun sakitliyini pozmurdu. Sanki yaşıl çəmənliyin arasından boz ipək lent süzülürdü. Yaxşı, Peter dedi, lakin nədənsə mən bir işlə məşğul olanda ətrafın əslində daha gözəl olduğunu görürəm. Gəlin, yola düşək, balığı oradan tutarıq. Filiz və Bobby kanaldakı qayıqdan onlara kömür atan oğlanları Peterə xatırlatdı. Narahat olmayın, Peter dedi. İndi burada heç kəs yoxdur. Əgər olsaydılar, mən onlarla savaşardım. Bacıları Peterin sonuncu dəfə oğlanların onlara kömür atarkən dalaşmadığını başına qaxacaq qədər naxələf deyildilər. Bunun əvəzində, yaxşı, onda gedək deyib ehtiyatla kanalın sıldırım sahilinə dırmaşdılar. Uşaqlar qarmaq suya atıb yarım saat səbirlə gözləməyə başladılar. Lakin heç nə çıxmadı. Hətta onları ümidləndirəcək kiçik titrəyiş belə baş vermədi. Sanki burada heç xırda balıqlar da üzməmişdi.
Bütün gözlər kanalın sakit sularına dikilmişdi ki, birdən ucadan gələn bir səs narazı halda qışqırdı. Ey, yoldan çıxın, eşitmirsiniz? Çaparaq gələn yaşlı ağat onlara çatırdı. Uşaqlar cəld ayağa qalxıb kanalın kənarındakı təpəyə dırmaşdılar. Onlar keçəndən sonra yenidən düşərik, Bobby təklif etdi. Lakin çox təəssüf ki, körpünün altında bir barj dayandı. Deyəsən, lövbər salmaq istəyir, Peter dedi. Bizim bəxtimizdəndir. Barj lövbər salmadı. Kanal qayıqlarının lövbəri olmadığından onu kanatla torpağa bastırılmış payaya bağladı. Nə zillənib baxırsan elə? Barj işçisi acıqla qışqırdı. Zillənib baxmırıq, Bobby dedi. Biz elə ədəbsiz deyilik. Rədd olun buradan, kişi dedi. Özün rədd ol, Peter dedi. O, dalaşmaq barədə dediklərini xatırladı. Təpənin üstündə özünü təhlükəsiz hiss edirdi. Bizim də hamı kimi burada durmağa ixtiyarımız var. Hə, ixtiyarınız var, indi görərik, kişi qəzəbləndi və göyərtədən keçib barjın kənarı ilə aşağı düşməyə başladı. Ah, Peter, gəl gedək, Bobby ilə Filiz təşvişlə bir nəfəsə dedilər. Mən getmirəm, Peter cavab verdi. Amma siz gedin. Qızlar təpənin başına dırmaşdılar və qardaşlarının təhlükəsiz yerdə dayandığına əmin olub evə qaçmağa hazırlaşdılar. Evə gedən yol eniş idi və uşaqlar yaxşı qaça bilirdilər. Barj işçisi isə sürətlə qaçana bənzəmirdi. O, qırmızı sifət, ağır və kök idi. Lakin onun ayağı torpağa dəyən kimi uşaqlar bu adamın qaça bilməyəcəyi barədə səhv etdiklərini gördülər. Barj işçisi bir sıçrayışla Peterə çatdı, onu ayağından tutub aşağı dartdı və ayağa qaldırıb qulağını çəkərək qəzəblə danladı. Hə, de görüm nə istəyirsən? Sən bilmirsən ki, bu sular qorunur? Sənin burada balıq tutmağa ixtiyarın yoxdur. Ədəbsizlik etməyini isə heç demirəm. Peter qulağını sıxan adamın qəzəbli görünüşünə baxmayaraq, həqiqəti söyləməyə cəsarət etmişdi. Mən balıq tutmurdum, Peter cavab verdi. Hə, sənin günahın yoxdur, əminəm ki, belədir. Kişi istehza ilə deyib Peterin qulağını çəkdi. Möhkəm olmasa da hər halda çəkdi. Peter bir söz demədi. Bobby ilə Filiz yuxarıda çəpərdən tutub narahatlıqla aşağı baxırdılar. Birdən Bobby çəpərin arasından sürüşdü və aşağı Peterə tərəf elə sürətlə yuvarlandı ki, onun arxasınca gələn Filiz elə bildi ki, bu dəqiqə Bobby kanala düşəcək. Elə də olacaqdı. Əgər barj işçisi Peterin qulağını buraxıb Bobby'nin köynəyinin qolundan yapışmasaydı. Sən kimi tələyirsən, deyə kişi Bobby'ni ayağa qaldıraraq soruşdu. Ah, Bobby tələsik cavab verdi. Mən heç kimi itələmirəm, ən azından bunu bilə-bilə etmədim. Xahiş edirəm, Peterə qəzəblənməyin. Əlbəttə, əgər bu sizin kanaldırsa, biz üzr istəyirik və bir daha bura gəlməyəcəyimizə söz veririk. Biz buranın sizin olduğunu həqiqətən bilmirdik. Gedin buradan, barj işçisi dedi. Yaxşı, gedirik, Bobby dərhal dilləndi. Amma sizdən üzr istəyirik. Biz həqiqətən də balıq tutmamışıq. Əgər tutsaydıq, and içirəm ki, dərhal boynumuza alardıq. Bobby balıq tutmadıqlarını sübut etmək üçün əllərini qabağa uzatdı. Filiz də balaca ciblərini çevirdi. Yaxşı, barj işçisi daha mülayim səslə tapşırdı. Gedin və bir də belə etməyin. Uşaqlar təpəyə doğru qaçdılar. Maria, paltonu mənə at, kişi qışqırdı. Yaşıl damadama şallı, kürən saçlı qadın qucağında uşaqla kabinədən çıxdı və paltonu ona atdı. Kişi paltonu geyindi, təpəyə çıxdı və körpünü keçib kəndə yollandı. Uşağı yatırandan sonra kafeyə gəl, kişi körpüdən qadına dedi. O gözdən itəndə uşaqlar yavaş-yavaş geri döndülər. Bu Peterin fikri idi. Kanal bəlkə də həqiqətən ona məxsusdur. Əlbəttə, mən buna o qədər də inanmıram, amma körpü hamı üçündür. Həkim Forrest mənə demişdi ki, körpü ictimai əmlakdır. O məni körpüdən aşağı ata bilməz. Heç kim ata bilməz. Peterin qulağı hələ də ağrıyırdı. Elə hissləri də. Fədakar əskərlər ümidsiz sərkərdənin dalınca getdiyi kimi, qızlar da Peterin arxasınca gəlirdilər. Məncə bunu etməsən yaxşı olar, qızlar ona dedilər. Qorxursunuzsa gedin evə, Peter dedi. Mən tək qalacam, qorxmuram.
Kişinin ayaq səsləri tezliklə kəsildi. Axşamın sükutunu quşların səsi və bacda uşağını yatırdan qadının laylası pozurdu. Bu o qədər də yaxşı layla deyildi. Uşaqlar körpünün kənarına söykənib durmuşdular. Onlar bir neçə dəqiqə sakit dayandılar. Üçünün də ürəyi həyəcanla döyünürdü. Hansısa qoca baş işçisi məni qova bilməz və buna heç imkan da vermərəm, Peter hirslənmişdi. Əlbəttə, Filiz onu sakitləşdirməyə çalışdı. Sən heç ona imkan vermədin ki, indi isə evə getsək yaxşı olar. Belə düşünmürsən? Yox, Peter etiraz etdi. Qadın başdan enib təpəyə dırmaşdı. O, körpüyə çatana kimi uşaqlar səssiz dayanmışdılar. Qadın bir qədər tərəddüdlə uşaqlara baxdı. Peter yerindən tərpənmədi. Qızlar isə ətrafa nəzər saldılar. Siz ona fikir verməyin, qadın dedi. Hürən it tutmaz. Farlinin aşağısındakı uşaqlar həqiqətən də dəhşətdilər. Əslində onları yerə yıxıb, körpünün altında küçüyü kimin öldürdüyünü soruşmaq lazımdı. Kim öldürüb ki? Filiz soruşdu. Bilmirəm, qadın cavab verdi. Heç kəs bilmir, lakin nədənsə bu baş sahibinin xoşuna gəlmir. Siz ona fikir verməyin, o 2 saatdan tez qayıtmaz. O vaxta qədər istədiyiniz qədər balıq tuta bilərsiniz. Hava hələ işıqlıdır, deyə əlavə etdi. Sağ olun, Bobby təşəkkür etdi. Siz çox mehribansınız. Bəs uşağınız haradadır? Kabinədə yatır, qadın dedi. Narahat olmayın, o gecə 12-dən tez oyanmır. Kilsə saatı kimi dəqiqdir. Bağışlayın, Bobby dilləndi. Mən onu yaxından görmək istəyirəm. Miss, yaxşı olar ki, siz onu heç görməyəsiniz. Qadın danışdıqca üzü mülayimləşirdi. Siz onu tək qoymağa qorxmursunuz? Peter dedi. Yox, yox, qadın dedi. Balaca uşaq kimin nəyinə gərəkdir? Üstəlik, Spot da oradadır. Hələlik, qadın çıxıb getdi. Evə gedirik, Filiz soruşdu. Siz gedin, mən balıq tutacam. Peter qısa cavab verdi. Mən elə bilirdim ki, biz konduktorun doğum gününü müzakirə etmək üçün bura gəldik, Filiz dedi. Konduktorun doğum gününü qeyd edəcəyik. Uşaqlar yola qayıtdılar və Peter balıq tutmaq üçün oturdu. Lakin heç nə tuta bilmədi. Artıq hava qaralmışdı, qızlar yorulmuşdular və Bobby'nin dediyi kimi artıq yatmaq vaxtı idi. Qəfil Filiz qışqırdı. O nədir? O qayğı göstərdi. Kabinənin bacasından tüstü çıxırdı və sakit havada yavaş-yavaş yuxarı qalxırdı. Lakin kabinənin qapısından da çölə tüstü vururdu. Sadəcə qayıq yanır. Peter sakitcə dedi. Əcəb oldu. Ah, sən necə adamsan, Filiz qışqırdı. Bəs it yazıq deyil? Uşaq, Bobby çığırdı. Uşaqlar dərhal barja doğru qaçdılar. Onu sahilə bağlayan ip boş idi və hətta zəif əsən yel də barjı sahilə çırpa bilərdi. Barja əvvəlcə Bobby çıxdı, sonra isə Peter. Lakin Peterin ayağı sürüşdü və boğaza qədər suya batdı. O, ayaqlarının altında suyun dibini hiss etmədiyindən əli ilə barjın kənarından yapışmışdı. Filiz onu saçından tutmuşdu. Bu, Peteri bir qədər incitsə də, onun sudan çıxmasına kömək etdi. O, dalınca da Filiz barja çıxdılar. Gözlə, Peter Bobby'yə qışqırdı. Qoy mən girim, onsuz da yaşam. O, Bobby'ni kabinənin qapısında saxladı və kobudluqla kənara itələdi. Əgər oynadıqları vaxt Peter belə kobudluq etsəydi, Bobby ağrıdan və qəzəbdən ağlaya bilərdi. Lakin indi dizi və dirsəyi sıyrılmış olsa belə, Bobby yalnız qışqırdı. Sən yox, qoy mən girim. Lakin artıq gec idi. Peter artıq kabinənin 2 pilləsini enmişdi. Ətraf qatı tüstü idi. O dayandı və yanğın haqqında eşitdiklərini xatırlayaraq cibindən islanmış dəsmalını çıxarıb ağzını bağladı. Dəsmalı cibindən çıxararaq qışqırdı. Narahat olma, elə də güclü yanğın deyil. Əslində Peter yalan danışırdı. Amma doğru olan da bu idi. Bunu deməkdə məqsədi Bobby'ni təhlükədən uzaqlaşdırmaq idi. Lakin onların faydası olmadı. Kabinəni alov bürümüşdü. Narıncı dumanda parafin lampa yanırdı. Hey, ay uşaq, hardasan? Peter bir anlıq dəsmalı ağzından çəkib uşağı səslədi. Amma dərhal boğulduğunu hiss etdi.
Qoy mən keçim, deyə onun arxasında duran Bobby qışqırdı. Peter əvvəlkindən daha kobud şəkildə Bobbini itələdi və irəliyə doğru getdi. Əgər həmin an uşaq ağlamasaydı, nələrin baş verəcəyini təxmin edə bilmirəm. Lakin xoşbəxtlikdən o ağladı. Peter qapqara tüstünün içində səsə doğru addımladı və balaca, yumşaq canlı nəsə tapıb onu götürdü. Qapıya doğru getmək üçün döndü. Özünü saxlamasaydı, arxasında duran Bobbinin üstünə yıxılacaqdı. Ayağının yanında it tərpəndi. O, hürmək istəyirdi, ancaq boğulurdu. Mən uşağı götürdüm, Peter dəsmalı ağzından çəkərək dedi və büdrəyə-büdrəyə göyərtəyə çıxdı. Bobby itin səsi gələn tərəfə getdi və əlləri onun yumşaq tüklü kürəyinə dəydi. İt çevrildi və Bobbini əlinin dişləri ilə yavaşca sıxaraq sanki bunu demək istəyirdi. Sahibimin kabinəsinə gələn olsa, mütləq onu dişləməliyəm. Amma sənin yaxşı niyyətlə gəldiyini bildiyim üçün bunu etmirəm. Bobby iti götürdü. Sonra Peterə dedi, sən yaşsan, uşağı mənə ver. Uşağa soyuq olar. Peter qollarının arasında qıvrılan və ağlayan qəribə balaca bağlamanı həvəslə Bobbyyə verdi. İndi isə Bobby cəld dedi, kafeyə qaç və onlara hər şeyi danış. Filiz və mən burada dayanmışıq. Sakit ol balaca, ağlama. Peter, tələs, tez ol. Mən bu paltarlarla qaça bilmirəm, Peter qətiyyətlə dedi. Onlar çox ağırdır, mən ancaq gəzə-gəzə gedə bilərəm. Onda mən qaçaram, Bobby dedi. Fil, çıx sahildə dayan, mən uşağı sənə verəcəm. Bobby körpəni ehtiyatla Filizə verdi. Balaca qız sahildə oturub, uşağı sakitləşdirməyə çalışırdı. Peter isə paltarlarının qollarını və şalvarının ətəyini sıxırdı. Bobby körpünü keçib uzun sakit yol ilə kafeyə tərəf qaçdı. Kafedə qəşəng bir köhnə dəbli otaq vardı. Burada gəmiçilər və onların arvadları axşam pivələrini içir, böyük sobada isti kömürün üstündə pendir qızardıb yeyirdilər. İçəri çox isti və rahat idi. Sobanın ətrafına gəmiçilər toplanmışdılar. Bəlkə də bu sizə maraqlı görünməyə bilər, lakin onlara böyük zövq verirdi. Hamısı bir-birini yaxşı tanıyırdı və maraqları da eyni idi. Ona görə də söhbətlərin mövzusu da əsasən eyni olurdu. Buranın onlar üçün cazibədar olmasının səbəbi də elə bu idi. Uşaqların xoşuna gəlməyən kobud barj işçisi Bill dostları arasında çox məşhur idi. O öz həyatından maraqlı, çox vaxt da həyəcanlı hadisələr danışardı. Ən çox danışdığı isə öz gəmisi ilə bağlı əhvalatlar olurdu. Bobby qapını taybatay açıb təngi nəfəs içəri girdi və qışqırdı. Bill, mənə gəmiçi Bill lazımdır. Hamı bir anlıq çaşdı. Ah, Bobby barjdakı qadını görüb onun üstünə cumdu. Sizin barjın kabinəsi yanır, tez gəlin. Qadın ayağa qalxdı və əlini sinəsinin sol tərəfinə, ürəyinin üstünə tutub dəhşətli səslə bağırdı. Narahat olmayın, Bobby dedi. Körpəniz təhlükəsiz yerdədir, elə itiniz də, hər şey qaydasındadır. Bobby'nin artıq danışmağa nə nəfəsi, nə də taqəti qalmışdı. O, özünü kafenin skamyasına atıb bir təhər nəfəs almağa çalışdı. Ona elə gəlirdi ki, artıq əvvəlki kimi nəfəs ala bilməyəcək. Bill isə yavaş-yavaş və ağır-ağır ayağa qalxdı. O, nə baş verdiyini anlayanda artıq arvadı kanala gedən yolu yarılamışdı. Kanalın sahilində titrəyən Filiz yaxınlaşan ağır addımları eşitmirdi. Birdən qadın çəpərin üstündən tullandı, sahilə yuvarlandı və uşağı Filizin əlindən qamarlayıb götürdü. Yavaş, Filiz kinayə ilə dedi, onu elə indicə yatızdırmışam. Az sonra gələn Bill uşaqlara heç tanış olmayan yad bir dildə danışmağa başladı. Sonra o barja tullandı və vedrələri su ilə doldurdu. Peter ona alovu söndürməyə kömək etdi. Onlar tezliklə yanğını söndürə bildilər. Filiz, Billin arvadı, onun körpəsi və Bobby sahildə qucaqlaşıb oturmuşdular. Yanğın mənim huşsuzluğum ucbatından baş veribsə, Allah bağışlasın, qadın dayanmadan təkrar edirdi. Lakin günahkar o deyildi. Billin söndürdüyü siqarın külü xalçanın üstünə düşüb və orada yenidən közərmiş, tədricən alovlanmağa başlamışdı. O, kobud olsa da ədalətli adam idi. Əksər kişilər kimi arvadını günahlandırmadı, çünki səhv özündə olmuşdu.
Uşaqlar evə qayıdanda ana nigaranlıqdan dəli olmaq həddinə çatmışdı. Peter yolda bacılarına söykəndiyinə görə onların üçünün də əyni yaş idi. Lakin uşaqların verdiyi qarmaqarışıq, dolaşıq izahatdan nə baş verdiyini təxmin edən ana onların doğru hərəkət etdiyini dedi. O hətta barj işçisinin uşaqları yola salarkən onları gəzintiyə dəvət etməyinə də qarşı çıxmadı. Səhər saat 7-də bura gəlin, barj işçisi demişdi. Sizi Farliyə gəzməyə aparacam. Tam təmənnasız. Uşaqlar səhər saat 7-də özləri ilə səbətdə çörək, pendir, yarım piroq və yarım qoyun budu götürərək körpünün yanında dayanmışdılar. Bu çox möhtəşəm gün idi. Yaşlı ağac kəndirləri dartır, barj isə sakit su ilə rahat və əngəlsiz irəliləyirdi. Səma mavi idi. Cənab Bill çox mehriban bir insan idi. İnanmaq olmurdu ki, bu Peterin qulağını çəkən həmin adamdı. Xanım Billə gəldikdə isə Bobby demişkən, o həmişə çox nəzakətli idi. Onların körpəsi və lazım gələrsə uşaqları da dişləməyə hazır olan iti Spot da çox sevimli idilər. Uşaqlar evə xoşbəxt, yorğun və his-pas içində çatanda Peter dedi, ana, bu əla səyahət idi. Hələ o balaca, şirin şəkər körpə, Bobby onun sözünü kəsdi. Mən onunla o qədər oynadım ki, bu çox gözəl idi, ana, kaş bizim də oynamağa körpəmiz olaydı. Orada hamı bizimlə çox mehriban davranırdı, Filiz əlavə etdi. Dedilər ki, istədiyimiz yerdə balıq tuta bilərik. Bill isə gələn dəfə buralara gələndə bizə balıq tutmağı öyrədəcək. Dedi ki, biz heç balıq tutmağı bacarmırıq. O sənin balıq tuta bilmədiyini dedi. Peter etiraz etdi. Ana, o söz verdi ki, kanaldan keçən bütün barj işçilərinə bizim yaxşı balıqçı olduğumuzu deyəcək və onlar da bizimlə yaxşı davranacaqlar. Mən də təklif etdim ki, kanala balıq tutmağa gedəndə hamımız qırmızı lent taxaq. Onda bütün barj işçiləri bizi tanıyacaqlar və yaxşı balıqçı olduğumuzu bilib bizi qovmayacaqlar, Filiz dedi. Deməli, sizin yeni dostlarınız oldu. Ana sevindi. Əvvəl dəmir yolunda, indi isə kanalda. Hə, ana, Bobby təsdiqlədi. Məncə, ətrafdakılara qarşı xoşniyyətli olduğunu göstərə bilirsənsə, onda dünyada hamı ilə dostlaşmaq mümkündür. Bəlkə də sən haqlısan, ana dedi və köksünü ötürdü. Yaxşı, uşaqlar, artıq yatmaq vaxtıdır. Hə, Filiz dilləndi və birdən nə isə xatırladı. Ay aman, biz ora konduktorun doğum günü haqqında söhbət etməyə getmişdik. Amma bu haqda hələ bir kəlmə də danışmamışıq. Danışmağa vaxtımız olmayıb, Bobby düzəliş etdi. Peter uşağın həyatını xilas edib. Məncə, bu bir axşam üçün kifayət edər. Əgər mən mane olmasaydım, onda Bobby uşağı xilas edəcəkdi. Peter boynunu aldı. Əlimdən gəlsəydi, onu mən xilas edərdim, Filiz dedi. Doğrudur, ana dedi. Siz balaca bir uşağın həyatını xilas etdiniz və düşünürəm ki, bu xəbər bir axşam üçün böyük bir hadisədir. Allaha çox şükür ki, siz özünüz salamatsınız. Səhər yeməyi vaxtı idi. Ana südü fincanlara süzüb, sıyığı boşqaba çəkəndə sevincdən üzü parlayırdı. Uşaqlar, mən bir hekayə də sata bildim, o dedi. Midyələr kralı haqqında olan hekayəni. Bu münasibətlə günorta yeməyinə kökələrimiz də olacaq. Sifariş vermişəm. Günorta saat 11-də hazır olan kimi gedib götürərsiniz. Peter, Filiz və Bobby bir-birinə baxdılar. Eyni anda altı göz baxışdı. Sonra Bobby dilləndi. Ana, əgər biz kökələri bugün yox, ayın 15-i, yəni gələn cümə axşamı alsaq, etiraz etməzsən? Əzizlərim, mənim üçün fərqi yoxdur, amma niyə 15-i deyə ana soruşdu. Həmin gün konduktorun doğum günüdür, Bobby dedi. Onun 32 yaşı tamam olur. Bir neçə gün qabaq o dedi ki, artıq ad günü barədə düşünməyə vaxtı yoxdur. Çünki onu düşündürən başqa şeylər var. Bu nə dovşanlar, nə də ki şirlərdir. Onu düşündürən uşaqlar və xanımlardır. Yəni, onun arvadı və uşaqları demək istəyirsiniz? Ana onun səhvini düzəltdi. Bəli, Filiz təsdiqlədi. Bu eyni şeydir, elə deyilmi? Biz qərara gəldik ki, onun doğum gününü qeyd edək. Bilirsən, ana, o bizə qarşı çox mehribandır, Peter dedi. Ona görə də qərara gəldik ki, bunu səndən kökə günü olanda xahiş edək. Bəs 15-nə qədər kökə günü olmasa, nə edəcəkdiniz, ana soruşdu. Onda səndən xahiş edəcəkdik ki,
kökə gününü biraz tezləşdirəsən. Başa düşdüm, ana gülümsündü. Məncə onun adını çəhrayı kremlə kökələrin üzərinə yazmaq pis olmazdı. Necə düşünürsünüz? Perkis. Peter düşündü. Məncə qəşəng görünməz. Onun ikinci adı Albertdir, Filiz dedi. Bir dəfə özündən soruşmuşdum. Biz onun adının baş hərflərini yaza bilərik, ana dedi. Həmin gün bunu necə etməyi sizə öyrədərəm. Hər şey uşaqlar istəyən kimi oldu. Lakin üstündə çəhrayı kremlə ad yazılmış 14 ədəd kökə hələ təntənəli doğum günü demək deyildi. Sınıq saman döyən maşın və aşağıdakı at tövləsinə saman atmaq üçün dəlikləri olan ot damında qızğın müzakirə gedirdi. Doğum günündə güllər olmalıdır, Bobby təklif etdi. Onun özünün çoxlu gülləri var, Peter dedi. Bobby razılaşmadı. Özündə nə qədər olur olsun, başqasının sənə gül verməyi çox gözəldir. Biz güllərdən bəzək kimi istifadə edə bilərik, amma kökələrdən başqa nəyə bəzək vura bilərik ki? Gəlin rahat oturub fikirləşək, Filiz dilləndi. Kimsə maraqlı ideya tapana qədər danışmasın. Onlar elə sakit, tərpənmədən oturmuşdular ki, Boz Sitovul damda heç kəsin olmadığını düşünüb ora çıxmağa cəsarət etdi. Lakin Bobby qəfil asqıranda Sitovul elə səksəndi ki, tələsik qaçıb getdi və əslində ot damının onun kimi dinc yaşamağı sevən orta yaşlı Sitovul üçün münasib sığınacaq olmadığını düşündü. Birdən Peter qışqırdı. Tapdım. O bunu deyib tullandı və samanı təpikləməyə başladı. Nə, qızlar maraqla soruşdular. Baxın, konduktor hamıya qarşı çox mehribandır. Kənddə ona doğum gününü keçirmək üçün çox adam bizə qoşula bilər. Gəlin gedib hamıya deyək. Amma ana tapşırıb ki, başqalarından nəsə xahiş etməyi ağlımıza belə gətirməyək. Bobby tərəddüd edirdi. O, özümüz üçün xahiş etməyi nəzərdə tuturdu. Ay axmaq, başqaları üçün yox. Mən yaşlı kişidən də xahiş edəcəyəm, baxarsınız. Peter dedi. Gəl əvvəlcə anama deyək, Bobby təklif etdi. Ah, hər xırda şeyə görə anamı narahat etməyə nə ehtiyacı var ki? Peter qəzəbləndi. Xüsusən də onun məşğul olduğu bir vaxtda. Gəlin indi kəndə gedək və işə başlayaq. Beləliklə, uşaqlar kəndə yollandılar. Pots binasında işləyən yaşlı qadın etiraz etdi. Axı nə üçün məhz konduktorun doğum günü qeyd olunmalıdır, başqalarınki yox? Yox, Bobby izah etdi. Biz hamının doğum gününün qeyd olunmasının tərəfdarıyıq. Sadəcə indi konduktorun doğum günü yaxınlaşır. Doğum günüm sabahdır, yaşlı xanım dedi. Amma bu heç kəsə maraqlı deyil. Gedin buradan. Kənd sakinlərinin bəzisi mehriban, bəzisi isə kobud idi. Onlardan bəzisi nəsə bağışlayırdı, bəzisi isə yox. Bilmirəm, sizə məlumdur ya yox, başqası üçün nəsə istəmək olduqca çətin bir işdir. Uşaqlar evə gəlib kimin nə bağışladığını və nəyi vəd etdiyini siyahısını tutanda nəticənin ilk gün üçün heç də pis olmadığını gördülər. Peter paravozların nömrəsini qeyd etdiyi balaca cib dəftərçəsinə əşyaların siyahısını yazdı. Bağışlandı. Şirniyyat dükanından tütün çubuğu, baqqaldan yarım funt çay, baqqalın yanındakı parça satandan bir qədər solmuş yun şarf, həkimdən dələ müqəvvası. Bağışlanacaq. Qəssabdan bir tikə ət, yol qırağındakı köhnə evdə yaşayan qadından 6 ədəd təzə yumurta, pinəçidən pətəkdə bal və 6 ayaqqabı bağı, dəmirçidən dəmir kürək. Səhəri gün tezdən Bobby oyanan kimi Filisi də qaldırdı. Onlar öz aralarında danışıb razılaşdılar. Lakin bu barədə Peterə heç nə demədilər, çünki o bunu ağılsızlıq hesab edəcəkdi və salam. Hər şey uğurla başa çatandan sonra onlar özləri Peterə hər şeyi danışacaqdılar. Qızlar böyük qızılgül budağını, Bobby'nin ad günündə Filisin bağışladığı iynə qabını, bir də Filisin çox qəşəng mavi qalstukunu səbətə qoydular. Sonra vərəqdə belə qeyd etdilər. Mrs. Ransom'un doğum günü münasibəti ilə sevgilərlə. Qızlar bu vərəqi də səbətə qoyub Pots binasına apardılar. İçəri keçib səbəti piştaxtanın üstünə qoydular və yaşlı xanım işə gələnə qədər qaçıb getdilər.
Onlar evə çatanda Peter anaya səhər yeməyini hazırlamağa kömək edir və öz planlarını danışırdı. Bunun heç bir ziyanı yoxdur, ana dedi. Lakin hər şey sizin bunu necə etdiyinizdən asılıdır. Ümid edirəm ki, etdikləriniz konduktorun xətrinə dəyməz və o bunları sədəqə kimi qəbul etməz. Axı adətən kasıblar qürurlu olurlar. Məsələ onun kasıb olmasında deyil, Filiz etiraz etdi. Məsələ ondadır ki, biz onu çox sevirik. Əgər siz konduktorun inciməyəcəyinə əminsinizsə, mən Filizin əyninə gəlməyən paltarlarına baxaram və onları da konduktora verərsiniz, ana bildirdi. Mən də onun üçün nəsə etmək istəyərdim. Axı o sizinlə həmişə yaxşı rəftar edir. Əslində əlimdən çox şey gəlmir. Axı biz özümüz də kasıbıq. Bobbi, nə yazırsan? Heç, elə belə tələsik nəsə cızmaqara edən Bobbi dilləndi. Mən əminəm ki, hər şey onun xoşuna gələcək, ana. Ayın 15-i səhər kökələr hazır oldu və ana onların üstünə çəhrayı kremlə konduktorun adının baş hərflərini yazdı. Bilirsiniz, bunu necə edirlər? Yumurtanın ağı ilə şəkər tozu qarışdırılır və bu qarışığa bir qədər rəng qatılır. Sonra təmiz ağ vərəqdən qıf düzəldilir və içinə hazırlanmış çəhrayı krem doldurulur. Sonra da qıfın ucundan çıxan kremlə hərflər yazılır. Sanki bu çəhrayı mürəkkəblə dolu enli qələmdir. Köçələrin üzərindəki krem quruyana qədər uşaqlar kəndə gedib balı, kürəyi və digər söz verilmiş əşyaları gətirdilər. Poçt binasındakı yaşlı qadın pilləkanda dayanmışdı. Uşaqlar onun yanından keçəndə nəzakətlə salam verdilər. Dayanın, dayanın, o dedi. Uşaqlar ayaq saxladılar. O qızıl güllər, qadın dedi. Siz onları bəyəndiniz, Filiz soruşdu. Onları təzə dərmişdik. Mən iynəqabı düzəltmişdim, amma o Bobbinin hədiyyəsi idi. Filiz danışdıqca sevincdən yerində tullanırdı. Buyurun, səbətinizi götürün. Poçt binasındakı qadın dedi. O içəri keçdi və səbəti gətirdi. Səbət qırmızı quş üzümü ilə dolu idi. Məncə konduktorun uşaqlarının xoşuna gələr, qadın dedi. Siz çox xeyirxah xanımsınız. Filiz yaşlı kök qadını qucaqlayıb dedi. Əlbəttə, konduktor bütün bunlara sevinəcək. O mənim iynəqabına, qalstuka və gözəl güllərə sevindiyim qədər sevinə bilməz. Qadın Filizin başını sığallayaraq dedi. Siz çox yaxşı uşaqlarsınız. Bura bax, mənim taxta evdə uşaq arabam var. Onu Emminin birinci uşağı üçün almışdıq. Amma o cəmi 6 ay yaşadı. Ondan sonra da Emminin uşağı olmadı. Bəlkə onların işinə yarayar. Araba onun oğlu üçün yaxşı olar. Onu da apararsınız. Uşaqlar bunu eşidəndə çox sevindilər. Mrs. Ransom arabanı gətirdi. Onu bükdüyü kağızları ehtiyatla açıb, tozunu sildi və dedi. Buyurun, bu yadıma düşənə qədər ona nə verəcəyimi bilmirdim. Amma bilmirəm, o bu arabanı qəbul edər ya yox. Deyirsiniz ki, o mənim Emmimin uşağının arabası idi. Yenidən bu arabada bir uşağın olacağını düşünmək nə yaxşıdır. Elədir, Mrs. Ransom ah çəkdi. Sonra isə gülərək əlavə etdi. Balacalara nanəli konfetlər verim. Sonra çıxıb gedim. Belə getsə, ev eşiyimi də hədiyyə edəcəm. Konduktor üçün toplanmış bütün əşyalar uşaq arabasına yığıldı. Saat 15:30-da Peter, Bobbi və Filiz konduktorun evinə yollandılar. Ev çox səliqəli idi. Pəncərənin qabağındakı güldanda güllər, iri qız çiçəkləri, qırmızı quzu qulaqları və xırda çiçəkli otlar var idi. Hamam otağından şappıltı səsi gəlirdi və onun qapısından yarı çılpaq oğlan uşağının başı görünürdü. Anam paltarını dəyişir, o dedi. Bir dəqiqəyə gəlirəm. Təzəcə yuyulmuş ensiz pilləkənlərin yuxarısından səs gəldi. Uşaqlar gözlədilər. Az sonra pilləkən zırıldadı və xanım önlüyünü bağlayaraq aşağı düşdü. Onun saçları arxaya daranıb səliqə ilə yığılmışdı. Sabunla yuyulmuş üzü isə parıldayırdı. Missis, mən bugün paltarımı bir qədər gec dəyişdim, o Bobbiyə dedi. Əlbəttə, bugünkü təmizlik işləri ilə əlaqədar olaraq. Biz bilirdik ki, bugün onun doğum günüdür, Peter dedi. Odur ki, ona hədiyyələr gətirmişik. Hamısı çöldə, arabanın içindədir. Hədiyyələr açılanda xanımın təəccübdən gözləri bərəldi. O qəfil taxta stula oturdu və ağlamağa başladı. Ah, ağlamayın, uşaqlar qışqırdılar. Xahiş edirik,
Peter tələsik soruşdu. Nə olub axı? Hədiyyələr xoşunuza gəlmədi? Xanım burnunu çəkdi. Perkisin bir-birindən yaraşıqlı uşaqları hamamın qapısında durub çağırılmamış qonaqlara acıqla baxırdılar. Anlaşılmaz bir sükut çökdü. Bunlar sizin xoşunuza gəlmədi? Peter yenidən soruşdu. Bacıları xanımın kürəyini sığallayırdılar. Mrs. Perks birdən ağlamağa başladığı kimi qəfildə sakitləşdi. Mənə fikir verməyin, yaxşıyam, o dedi. Xoşum gəlmədi, niyə ki? Perksə heç vaxt belə doğum günü keçirən olmayıb. Hətta uşaq vaxtı alverlə məşğul olan əmisinin yanında yaşayanda belə. Sonra onun işləri alınmadı. Niyə xoşum gəlməsin ki? Beləliklə, xanım hədiyyələrə görə o qədər təşəkkür etdi ki, lakin onları sizə sadalamağımın xüsusi mənası yoxdur. Həm də əminəm ki, nə Peter, nə də Bobby və Filiz bunu istəyərdi. Xanımın sözləri onları elə utandırmışdı ki, qulaqlarına qədər qızarmışdılar. Onlar hiss edirdilər ki, bütün bu dualara, təriflərə layiq olacaq bir şey etməyiblər. Nəhayət Peter dilə gəldi. Qulaq asın, biz şadıq ki, sizi sevindirə bildik. Lakin siz bunları söyləməyə davam etsəniz, biz evə gedəcəyik. Amma cənab Perksin də məmnun olub olmadığını bilmək istəyərdik. Siz bu qədər təşəkkür edəndə sıxılırıq. Mən daha heç nə deməyəcəm. Xanım gülümsədi. Amma bu o demək deyil ki, mən fikirləşməyəcəm. Çünki köçələri yığmağa boşqab götürə bilərik. Bobby onun sözünü kəsdi. Xanım tələsik çay süfrəsi hazırladı. Kökələr, bal, quş üzümü boşqablara yığıldı. Qızılgüllər 2 mürəbbə şüşəsinə qoyuldu. Xanımın sözlərinə görə çay süfrəsi krallara layiq idi. Təsəvvür edin, o dedi, səhər durdum, evi səliqəyə saldım, uşaqlar gül topladı və mənim heç ağlıma gəlməzdi ki, Perksin doğum günü hədiyyəsi yalnız bazar günü ona aldığım, çox sevdiyi siqar olmayacaq. Budur, çox şükür, özü də gəldi. Həqiqətən də konduktor həyətin balaca darvazasını açdı. Ah, Bobby pıçıldadı, biz gizlənək, siz isə ona hər şeyi danışın. Amma əvvəlcə ona öz aldığınız siqarı verin. Siz danışandan sonra biz qəfil içəri girib qışqırarıq. Doğum günün mübarək. Bu çox yaxşı plan olsa da tam gözlənilən kimi alınmadı. Peterin, Bobby'nin və Filizin bu balaca təəccüblə baxan uşaqları çəkib özləri ilə hamama aparmağa çox az vaxtı var idi. Onların hətta qapını bağlamağa belə vaxtı olmadı və bu səbəbdən qeyri-ixtiyari olaraq mətbəxdə baş verənləri dinləmək məcburiyyətində qaldılar. Hamam konduktorun uşaqlarının və üçbacanın uşaqlarının birlikdə sığa biləcəyi qədər geniş idi. Onlar Perkisin səsini eşitdilər. Salam əzizim, nə gözəl süfrə açmısan. Sənin doğum günü münasibəti ilə açdığımız çay süfrəsidir. Bu isə sənin siqarın, doğum günü hədiyyəsi olaraq bunu aldım. Çox sağ ol əzizim, konduktor dedi və onu öpdü. Bəs bu uşaq arabası burada nə gəzir? Bu bağlamalar nədir? Sən bu şirniyyatları haradan almısan? Xanımın nə cavab verdiyini uşaqlar eşidə bilmədilər. Çünki elə həmin an Bobby qəfil əlini cibinə salıb həyəcanla əsməyə başladı. Aman Allah, o pıçıldadı. Biz neyniyəcəyik? Mən əşyaların üstünə etiket qoymağı unutdum. Konduktor kimin nəyi verdiyini bilməyəcək. O elə fikirləşəcək ki, bütün hədiyyələri biz ona sədəqə kimi gətirmişik. Sakit, Peter dedi. Sonra uşaqlar cənab konduktorun ucadan və kifayət qədər qəzəblə danışan səsini eşitdilər. Mənə maraqlı deyil, o dedi. Mən buna dözmərəm, sənə açıq aydın deyirəm. Amma xanım etiraz etdi. Bu uşaqlar o qədər əziyyət çəkib sənin üçün. Üçbacadan olan bu uşaqlar məni maraqlandırmır. Konduktor qəti dedi. Cənnətdən gəlmiş mələk olsalar belə, biz illər boyu yaxşı dolanmışıq və heç kəsə ağız açmamışıq. Mən həyatımda belə sədəqələrin, xeyriyyətçiliyin olmasını istəmirəm. Bunu ağlına belə gətirmə. Sakit ol, uşaqlar hamamdadılar və hər dediyin sözü eşidirlər. O zaman onların eşidə biləcəyi bir-iki söz deyim. Hirsli konduktor dedi. Mən az öncə ürəyimdən keçənləri dedim və onlar üçün yenidən təkrar edərəm. O əlavə etdi və hamamın qapısına yaxınlaşıb taybatay açdı və orada gizlənmiş uşaqları çağırdı.
Çıxın, konduktor dedi. Bura gəlin. Nə etmək istədiyinizi mənə başa salın. Mən nə vaxtsa sizə nədənsə şikayət etmişəm, niyə məni bu sədəqəyə layiq görürsünüz? Ah, Filiz dedi. Mən düşünürdüm ki, sən buna çox sevinəcəksən. Mən daha həyatım boyu heç kimə yaxşılıq etməyəcəm. Heç vaxt. O ağlamağa başladı. Biz səni incitmək istəmirdik, Peter dilləndi. Sizin istəklərinizlə etdikləriniz bir-birinə uyğun gəlmir, Perks dedi. Belə demə, Bobby qışqırdı. O, Filizdən daha cəsarətli olmağa və yaranan vəziyyəti izah etmək üçün Peterdən daha çox söz tapmağa çalışırdı. Fikirləşdik ki, bütün bunlar sənin xoşuna gələcək. Biz həmişə öz doğum günümüzdə hədiyyə alırıq. Əlbəttə, konduktor dedi. Qohumlarınızdan. Bu tam fərqli məsələdir. Yox, Bobby cavab verdi. Tək qohumlardan deyil, bütün xidmətçilər bizə doğum günümüzdə hədiyyə verir və biz də onlara doğum günlərində hədiyyə veririk. Mənim doğum günümdə anam mənə gül şəklində sancaq verdi. Miss Winnie 2 dənə gözəl şüşə güldan hədiyyə etdi. Heç kəs onun hədiyyəsini sədəqə kimi qəbul etməyi ağlına belə gətirmədi. Əgər bu şüşə güldan olmuş olsaydı, Perks dedi, mən bu qədər söylənməzdim. Bütün bu bağlamalara göz yuma bilmərəm. Buna dözə bilmərəm. Amma onlar tək bizdən deyil, Peter dedi. Sadəcə biz onların üstünə adları yazmağı unutmuşuq. Onlar ayrı-ayrı kənd sakinlərindəndir. Bəs bunu onlardan kim istəyib? Perks soruşdu. Biz istədik. Filiz burnunu çəkdi. Konduktor kürsüyə oturdu və uşaqlara elə baxdı ki, Bobby bu baxışı sonralar kədərli ümidsizlik kimi xatırlayırdı. Deməli, siz qonşuların evinə gedib bizim çətinliklə dolandığımızı danışırdınız. Siz bizi bütün kənddə rüsva etdiniz. Gətirdiyiniz bütün əşyaları sahibinə qaytarın. Bunu etməyə məcbursunuz. Bunu xoş niyyətlə etdiyinizə inanıram, lakin bu gündən sizinlə tanışlığıma son qoyuram. O, qəsdən kürsünü çevirib arxası uşaqlara oturdu. Kürsünün ayaqları kərpic döşəməyə sürtüldü və bu sükutu pozan yeganə səs idi. Birdən Bobby dilə gəldi. Qulaq as, belə şey ola bilməz. Mən sözümü dedim, Perks çevrilmədən dedi. Qulaq as, Bobby ümidsizliklə dedi. Əgər istəyirsənsə biz gedək və sən istəmirsənsə bizimlə dostluğu kəs. Lakin biz həmişə səninlə dost qalacağıq. Sən bizə qarşı nə qədər amansız olsan belə, Filiz burnunu çəkə-çəkə dedi. Sakitləş, Peter mızıldandı. Amma getməzdən öncə Bobby davam etdi. İcazə ver, əşyaların üstünə qoymaq üçün yazdığımız etiketləri göstərək. Mən heç bir etiketə filan baxmaq istəmirəm, Perks dedi. İş yerimdə gördüyüm etiketlər istisna olmaqla. Siz fikirləşirsiniz ki, mən qazancımla borc xərc etmədən özümü, ailəmi saxlayıb, hörmətli adam olmağımdan, arvadım isə evdə paltar yumaqdan imtina etməliyik və bununla da bütün qonşuların gülüş mənbəyinə çevrilməliyik. Gülüş mənbəyi Peter təkrar etdi. Axı niyə? Sən çox hövsələsiz adamsan, Filiz dedi. Bundan qabaq bizi Rus haqqında sirri sənə deməməkdə ittiham etdin və sonra isə buna peşman oldun. İcazə ver, Bobby sənə etiketlər haqqında danışsın. Yaxşı, qoy danışsın, konduktor könülsüz dedi. Deməli belə, Bobby kədərlə sözə başladı və ciblərini eşələdi. Biz hamının verdiyi əşyaları, onu verənlərin adını da qeyd etmişik. Çünki anam bizə ehtiyatlı olmağı tapşırmışdı. Çünki mən onun dediklərini yazmışam. İndi oxuyacam. Lakin Bobby etiketləri oxuya bilmirdi. O bunu etmək üçün bir-iki dəfə udqunmalı oldu. Konduktorun həyat yoldaşı hamamın qapısını açandan hönkür-hönkür ağlayırdı. İndi o nəfəsini dərib öskürdü və dedi. Keyfini pozma, miss, o bilməsə də mən bilirəm ki, siz bunu xoş niyyətlə etmisiniz. Etiketləri oxuya bilərəm, Bobby soruşdu. Kağız parçalarını yerbəyer etməyə çalışarkən gözündən axan yaşlar paltarına tökülürdü. Əvvəlcə anamın verdiyi hədiyyə. Burada yazılıb. Ana bizə belə demişdi. Mən Filizin balaca paltarlarını yığmışam və əgər siz tam əminsinizsə ki, bu cənab Perksin xətrinə dəyməyəcək və bunları sədəqə kimi qəbul etməyəcək, paltarları aparın.
Mən də onun üçün nəsə etmək istəyirəm, çünki o sizə qarşı çox mehribandır. Mənim daha artığına gücüm çatmır. Axı biz özümüz də kasıbıq. Bobbi susdu. Yaxşı, konduktor dedi. Sizin ananız alicənab xanımdır. Biz paltarları qəbul edirik. Vəssalam, Nel. Sonra Miss Ransom'un bağışladığı uşaq arabası, quş üzümü və şirniyyatlar var. Bobbi davam etdi. Mrs. Ransom dedi ki, cənab Perksin uşaqları şirniyyatı çox sevir. Uşaq arabası isə onun qızı Emminin birinci uşağından qalıb. Uşaq cəmi 6 ay yaşayıb və ondan sonra Emminin uşağı olmayıb. Miss Ransom dedi ki, əgər Mrs. Perks arabanı qəbul edərsə, çox sevinər. Əgər bilsəydi ki, siz arabanı qəbul edərsiniz, onu çoxdan bağışlayardı. Məndən xahiş etdi ki, arabanın Emminin körpəsi üçün aldığını sizə deyim. Mən arabanı qaytara bilmərəm. Xanım qətiyyətlə dedi. Məndən bunu istəmə. Mən heç nə istəmirəm, konduktor acıqla cavab verdi. Bu çörəyi cənab James şəxsən sizin üçün hazırlayıb, Bobbi dedi. O haradadır? Hə, tapdım. Cənab James yazmışdı. Cənab Perksə deyərsiniz ki, onun kimi hörmətli adama nəsə hədiyyə etmək böyük zövqdür. O həm də dedi ki, kaş sizə və uşaqlarınıza ayaqqabı tikə biləydi. Yaxşı dəri ayaqqabının nə demək olduğunu o gözəl bilir. James çox yaxşı adamdır, Perks dedi. Sonra bal və ayaqqabı bağları, Bobbi dedi. O dedi ki, özünü dolandıra bilən adama hörməti sonsuzdur. Qəssab da belə demişdi. Yol kənarında yaşayan yaşlı qadın dedi ki, sən gənc olanda ona bağında çox kömək etmisən. O da nə tökərsən aşına, o da çıxar qaşığına dedi. Amma bununla nə demək istədiyini başa düşmədim. Sənə nəsə göndərən bu insanlardan hər biri səni necə sevdiklərini, necə hörmət etdiklərini söyləyərək fikrimizi ancaq alqışladılar. Heç kəs nə sədəqə, nə də buna bənzəyən bir şey dedi. Yaşlı centilmen Peterə qızıl funt verdi ki, sənə versin və dedi ki, sən öz işinin ustasısan. Düşünürdüm ki, insanların sənə qarşı necə səmimi və mehriban olduğunu bilmək istəyərsən. Mən həyatımda heç vaxt belə məyus olmamışdım. Salamat qal. Ümid edirəm, bir gün bizi bağışlayarsan. Bobbi daha heç nə deyə bilmədi və qapıya doğru getdi. Dayanın, konduktor üzünü onlara çevirmədən dedi. Mən sizə dediyim bütün sözlərimi geri götürürəm. Nel, çaydanın altını yandır. Əgər əşyalar xoşuna gəlmirsə, onları apara bilərik. Peter dedi. Lakin əminəm ki, hamı bizim qədər məyus olacaq. Mən onları bəyənmədiyimi demirəm, konduktor dedi. Heç nə bilmirəm deyə o kreslonu onlara tərəf çevirərək əlavə etdi. Üzündən həyəcan oxunurdu. Mən bundan daha çox məmnun olduğum günü xatırlamıram. Hədiyyələrə görə yox, hətta onlar əla olsalar belə bu heç nəyi dəyişmir. Qonşularımın mənə hörmətinə görə, buna görə əşyaları saxlamağa dəyər. Elə deyilmi, Nel? Əlbəttə dəyər, Nel dedi. Mənim fikrimi bilmək istəyirsənsə, deyim ki, sən heç nədən belə bir həngamə çıxartdın. Xeyr, konduktor qətiyyətlə dedi. Əgər insan özünə hörmət etməzsə, kimsə də ona hörmət etməyəcək. Amma hamı sənə hörmət edir, Bobbi dedi. Onlar hamısı belə dedilər. Mən bilirdim ki, sən hər şeyi biləndə sənin xoşuna gələcək. Filiz sevinərək dedi. Dostlar, çay içmirsiniz? Cənab Perks soruşdu. Daha sonra Peter cənab Perksin şərəfinə sağlıq söylədi. Konduktor da çay fincanını qaldırıb sağlıq dedi. Qoy dostluq çələngi həmişə yaşıl olsun. Onun bu qədər poetik fikirlər söyləyəcəyini heç kəs gözləmirdi. Onlar çox yaxşı uşaqlardı. Cənab Perks yatağına uzanarkən arvadına dedi. Doğrudur, Allah onlara ürəklərinə görə versin, arvadı dedi. Onlara qarşı çox kobud davrandın. Sənin bu hərəkətinə görə çox utandım. Utanma, mən bunun sədəqə olmadığını biləndə səhvimi başa düşdüm və yumşaldım. Amma sədəqəyə heç vaxt dözməmişəm, dözməyəcəm də. Doğum günü hamının sevincinə səbəb oldu. Bütün ailə hədiyyələrə və qonşuların gözəl münasibətinə görə çox fərəhləndilər. Üçbacanın uşaqları planlarının gec də olsa gerçəkləşməsinə şad idilər. Miss Ransom isə hər dəfə balaca, toppuş Perksi uşaq arabasında görəndə sevincindən işıq saçırdı.
Konduktor onlara hədiyyə göndərənlərin hamısının evini ziyarət edib öz minnətdarlığını bildirdi və hər ziyarətdən sonra o daha çox dostunun olduğunu hiss etməyə başladı. Hə, konduktor fikrə gedərək dedi. Bəzən əməllərimiz niyyətlərimizə uyğun gəlmir. Əgər bu sədəqə olsaydı, yenə lənətə gəlmiş sədəqə söhbəti, Nel deyindi. Heç kəs sənə sədəqə vermir, istəsən də, istəməsən də. Bu sadəcə bir dostluq əlaməti idi. Sonralar Nel bu barədə keşişə danışanda ondan soruşdu. Bu dostluq əlaməti idi, elə deyilmi, müqəddəs ata? Məncə də, keşiş dedi. Beləliklə, gördüyünüz kimi axırda hər şey yoluna düşdü. Lakin belə iş görmək istəyəndə onu düzgün həyata keçirmək üçün çox diqqətli olmaq lazımdır. Çünki cənab Perks dedi ki, o hər şeyi ətraflı düşünəndə görür ki, bəzən əməlimizlə niyyətimiz bir-birinə uyğun gəlmir.